bir yerdən qardaşlar zəng ediblər. Bir məscid imamının hökmü ilə əlaqəli bir ixtilaf düşüb aralarında. Ki o məscid imamı indi hamı da onun arxasında namaz qılır. Gündəlik, cümə, bayram və s. Kafir biri üçün, kafir yəni əsli kafir Yahudi biri üçün ehsan verir məsciddə. Dəhşət. Və buna görə imamı təkfir ediblər. Və məscidi tərk ediblər. İndi istəndiyi eləsi var təkfirlənməyib, amma məscidi tərk edib. Eləsi də var təkfirləyib. Və zəng eləyəndə mənə dedim səbəb, dedi ki bu əməli. Dedim tamam, bildim bu adam kafir üçün ehsan verir. Ölmüş bir kafir üçün ehsan verir. Nə olub yəni? Qayıtdı ki əl-vəla vəl-bəra. Əl-vəla vəl-bəra bilirsiniz, dostluq və düşmənlik qavramı, anlayışı, məfhumu. Dində Allahın dostlarını dost, düşmənlərini düşmən tutmaq. Bunu deyəndə qardaşı sual verdi. Sonra biz bir məclisdə də yığıldıq. O məclisdə də hamısına eyni sual vermişəm. Deyirəm əl-vəla vəl-bəra yəni nə? Deyirlər yəni dostluq və düşmənlik də. Dedim bildim. Yəni nə? Cavab budur keçsin. Elə bir dənə bunu eşitdilər ki əl-vəla vəl-bəra. Yəni adam nə zaman bununla dindən çıxır? Nə zaman bununla dindən çıxmır? Bu barədə heç nə bilmirlər. Cəhalət. Və biri dedi ki, yəni kafiri sevmək. Deyirəm, yəni nə? Bir kafiri sevirsənsə, deməli kafirsən də. Kafiri dost tutmaq olmaz, kafir. Deyirəm, tamam. Müsəlman əhl-i kitabla evlənə bilər. Yahudi, Xristiyan bir qadınla. O öz dinində qala-qala. Deyir, hə. Deyirəm, əgər arvadını sevəcək, sevməyəcək. Deyir, sevəcək. Deyirəm, kafir oldu axı. Sən dedin ki, kafiri sevmək, insan kafirliyir. Arvadı Xristiyandır, arvadı Yahudidir, sevir. Ürəkdən sevir. Balaların anasıdır. Allah da icazə verib. Ki, al və sev. Eşq, məhəbbət, bildiyiniz ən yüksək səviyyədə. Adam kafir deyil. Mömin də öz də əlasından. Belə baxır, özü də bilir ki, qafiyə düz gəlməyib. Yəni öz dediyində ya. Bizim dediyimiz oturub yerinə. Niyə? Cəhalət budur. Çünki bu adam bilmir ki, hansı sevgi insanı dinindən çıxarır, əgər sən kafiri dininə görə sevsən. İndi bu məscid imamı deyirəm, ona ehsan verəndə nəyə görə verib? Deyirlər, dünyavi səbəblərə görə də, yeri möhkəmlənsin və s. Deyirəm, görürsən, dünyavi səbəblərə görə edibsə, sən denən asili edib falan, amma bunun təkfirinə əlaqəsi yoxdur. Məşhur bir misal var, alimlər bunu çəkirlər. Hətta bu misal İmam Əhməd rahiməhullahdan nəql olur. Misala fikir verin. İmam Əhmədə deyirlər ki, ya imam, bu adam barədə nə deyirsən? Müəzzin azan verir, Allahu akbar, Allahu akbar, gəldi şəhadəteyinə. Əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah. Müəzzin nə deyir? Şəhadət edirəm ki, Allahdan başqa haqq məbud yoxdur. Şəhadət edirəm ki, Muhammed onun Rasuludur. Və qıraqdan da biri müəzzinin bu sözlərini eşidir, deyir ki, yalandır, yalandır. Şəhadəti təksib edir. Biz olsaq artıq hökmünü vermişik müəzzinin. İmam Əhməd deyir ki, mən bu adamın təkfirində dururam. Niyə? Deyir, çünki möhtəməldir, ehtimal var. Mən bilmirəm, o adam yalandır deyəndə şəhadəti təksib edir, yoxsa müəzzini. Başa düşdünüz? Yəni, şəhadəti təksib etmək küfürdür. Yəni, mən deyirəm ki, şəhadət edirəm ki, Allahdan başqa haqq məbud yoxdur. Muhammed onun Rasuldur, sən deyirsən yalandır. Yəni, Muhammed onun Rasul deyil. Bu küfürdür. Amma ola bilər, o şəhadəti təksib etmir, müəzzini təksib edir. Yəni, demək istəyir ki, bu yalan danışır. O münafiqdir. Yalandan şəhadət verir. Çıxıb minarədən azan verir, yalandan şəhadət verir. İmam Əhməd deyir ki, mən bilmirəm. Möhtəməldir, ehtimaldır. O görəsən şəhadəti təksib edir, yoxsa müəzzini. Biz olsaydıq artıq müəzzin minarədən düşürmüşdük.